Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə münaqişəsi riskinin yüksək olduğunu bildirib. O bunu sentyabrın 17-si Astanada keçirilən dünya və ənənəvi dinlərin liderlərinin 8-ci qurultayının açılış mərasimində çıxışı zamanı deyib. Biz insanlar və cəmiyyətlər arasında etimadın gücləndirilməsi və sivilizasiyalar arası mübadilənin inkişafına görə xüsusi məsuliyyət daşıyan dini liderlərə böyük ümidlər bəsləyirik. Əminəm ki, dini liderlər bir çox siyasətçilərə sağlam düşüncə, xoş niyyət və mənəvi məsuliyyəti xatırladaraq dünyanın xaos uçurumuna yuvarlanmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklər deyə o qeyd edib. Prezidentin sözlərinə görə ekspertlər qarşıdurma təfəkkürünün və geosiyasi çatların artması fonunda nüvə Armagedonunun dünyanın sonu riskinin olma ehtimalını yüksək qiymətləndirirlər. Buna görə də Kasım-Jomart Tokayev konstruktiv diplomatiya və dialoqun vacibliyini qabardıb.